Sizlərlə kodlaşdırma mövzumuzu öyrənəcəyik. Kodlaşdırmaya keçməmişdən əvvəlcə biz informasiyanın ölçü vahidlərini bilməliyik. Riyaziyyatda ölçü vahidləri olduğu kimi santimetr, desimetr, millimetr və s. kimi ölçü vahidləri olduğu kimi informatikada da ölçü vahidləri var. Ümumiyyətlə bilməlisiniz ki, informatikada ən kiçik, yəni informasiyanın ən kiçik ölçü vahidi bit, ən əsas ölçü vahidi byte və bir byteın da 8 bit olduğunu mütləq şəkildə bilməyiniz lazımdır. Ümumiyyətlə bit dedikdə ümumiyyətlə yadımızda nə qalmalıdır? Bit dedikdə kompüterimizdə təsvir olunmuş 0 və 1-lər. Yəni 0 və 1-i görən kimi avtomatik ağlınıza nə düşəcək? 1 bit düşəcək. Ümumiyyətlə gəlin ölçü vahidlərinin belə deyək də ardıcıllığını öyrənək ki, hansı ölçü vahidindən sonra hansı ölçü vahidi gəlir. Demək, birinci bit gəlir. Bitdən sonra byte, sonra kilobayt, megabayt, gigabayt, terabayt və petabayt. Terabaytdan böyük ölçü vahidlərimiz də var. Diqqətli olsaz. Bitlə byte arasında 2/3 fərq görürsünüz. Byte'la kilobayt və digərləri arasında 2/10 fərq görürsünüz. Və bir də var böyük ölçü vahidi, əziz tələbələr. Bir də var kiçik ölçü vahidi. Böyük ölçü vahidi yadınızda saxlayın ki, yəni bu ardıcılığı ümumiyyətlə bilməyiniz lazımdır ki, hansı ölçü vahidindən sonra hansı ölçü vahidi gəlir. Və yadda saxlamaq lazımdır ki, sağ tərəfdə duran ölçü vahidimiz sol tərəfdə duran ölçü vahidimizdən böyükdür. Yəni megabayt kilobaytdan da böyükdür, baytdan da böyükdür, bitdən böyükdür. Amma gigabaytdan, terabaytdan kiçikdir. Aydın oldu? Yəni sağda duran ölçü vahidi solda duran ölçü vahidlərindən həmişə böyük sayılır. Və bir qaydada öyrənməliyik ki, böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə vurmadan gördüyünüz kimi istifadə edirik. Kiçikdən böyüyə keçəndə isə bölmədən istifadə edirik. İndi gəlin bunu misallar üzərində biz tətbiq edək ki, yəni vurma deyəndə necə olur, bölmə deyəndə necə olur. İndi burada baxaq, deyir 64 byte neçə bitdir. Əvvəlcə biz bilməliyik ki, böyükdən kiçiyə keçirik, yoxsa kiçikdən böyüyə keçirik. İndi mənə kim desin? Məsəl üçün, Nurlan, sən də görüm byte böyükdür, yoxsa bit böyükdür? Hansı böyükdür? ISO byte böyükdür. Biz də böyükdən kiçiyə keçəndə nə edirik? Böyükdən kiçiyə keçəndə hansı əməldən istifadə edirik? Vurmadan istifadə edirik. Bəli. Yaxşı, bildik vurmadan istifadə edirik. Bəs yaxşı, dedim ki, byte-la bit arasında 2/3 fərq var. 2/3 nə deməkdir? Yəni 8 deməkdir. Demək, sən 64-ü vurmada bildəndə niyə vurma oldu? Böyükdən kiçiyə keçdiyi üçün. Niyə 8-ə vurduq? Bitlə byte arasında 8 var. 8 fərqimiz var. Ona görə 8-ə vurduq. Yəni 2/3-ə vurduq. Fərqi yoxdur da. Bu da eləyir. Necə eləyir 64-ü 8-ə vuranda? 512 eləyir də. Bəli. 512 bit eləyir.